Mən Masallı rayonunun Eminli kəndində 41-ci ildə anadan olmuşam, orada doğulmuşam. Mən dünyaya gələndən sonra mən atamı aparıb 41 ilə 45-in müharibəsinə, orada döyüşüb. Müharibə qutarandan sonra, bu gələndən sonra mən bunu daimi maraqlandım onunla, uşaq da olsam. Haradasa 9-10 yaşım vardı və belə. Maraqlandım ki, nə tər döyüşdünüz, necə elədiniz. Dedi, Masallı rayonundan Qasımlı kəndindən bir Fəyyaz kişi var idi. Fəyyaz cavan oğlan, cavan adam var idi. Olub bir yerdə döyüşüb. Bu mənim yadımda qaldı, yaddan çıxmadı. Atama bir-iki dəfə dedim ki, gedək də nə qoy mən də səndən. Uşağam da, maraqlanıram. Gedək məndən onu axtaraq tap da. Qoy mənim də yaddaşımda qalsın. Belə oldu ki, mən başladım 72-ci ildə mən mexanizatorçuluğa məşğul oldum. Məni verdilər Qasımlı Yetdoyma Kurubuska savxozudur özdə. Məni verdilər ora komandirovka. 3 il mən orada işləmişəm. Atam mənə maraqlı sözləri dediyi üçün mən də maraqlandım. Orada münasib adamlar var idi. Ağsaqqallar var idi. Bir şəxs mənə dedi ki, mən onu sizinlə tanış eləyə bilərəm. Mən elə getdi, elə evdən onunla söhbət elədim. Dedim, atam mənə belə bir söz deyib, orada Fəyyaz kişi var, müharibə kisrası olublar. Bir yerdə olmur, otalarda olublar. Evə gələndə, müharibə qutarandan sonra, evə gələndə rastlaşıblar, bu mənə bu söhbəti eləyib. İndi mən sizi görmək istəyirəm. Mən görmüşəm Fəyyaz kişini. Mən görmüşəm. Dindar adamdır, əhli Quran adamdır, Quran oxuyan adamdır. Çox gözəl ağsaqqaldır, çox sadə adamdır, çox başaşağı adamdır, öz zəhmətindən dolan adamdır. Müharibənin iştirakçısına görə buna veteranlıq adı veriblər. Yaxşı ağsaqqal idi, haqqı. Fəyyaz kişi, Allah rəhmət eləsin, ağsaqqal idi. Həqiqi mənada ağsaqqal idi o. Həqiqi mənada ağsaqqal idi. Dəyərli bir ağsaqqal idi. O Qasımlı kəndində tanınmış dəyərli bir ağsaqqal idi. Allah rəhmət eləsin. Onun haqqında qutarmaz. Bir dastan danışaram, qutaran haqq deyil. Çox nətər deyim, məni qane eləyib onun söhbətləri. Əhli Quran, dindar, bir el ağsaqqalı. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Yeri behişt olsun, cennet ona nail olsun. Çok sağ olun, var olun. Benim dediklerim, değerli sözler budur.